Salam, hər vaxtınız xeyir olsun. Mən Azərbaycan dili müəllimi Güneylərə Sunzadə. Bugün 2026-cı il ibtidai üzrə düşmüş Azərbaycan dili suallarından, yəni mətnlərdən ikisinin izahını verəcəm və oxuyuruq mətni. 1745-ci ildə rahib Evald Georg von Kleist tərəfindən elektrik enerjisini yığmaq və saxlamaq üçün hazırlanmış ilk qurğu elektrik bankası hazırlanmışdır. İstifadə qaydası Şuşa banka və tıxacdan keçən metal mil daxili və xarici səthdə izolyator rolunu oynayır və elektrik yükünü toplayırdı. Onun Leyden bankası adı ilə üzərində işləmişdilər. Müəllimlər, mətnimiz budur, amma mətnimizin suallarının digər hissəsi başqa səhifədədir. Keçək həmin hissəyə. Deməli, mətnimizin sualı belədir və qeyd edin ki, bu mətn üzərində 3 sual yerləşdirilmişdir, yəni ki, hansı ki paylaşılmışdır. Biz sadəcə olaraq bizə göndərilən məlumatlara əsasən mətnləri yığıb suallarda qeyd eləmişik. Ola bilər cavablarda əskiklik var, amma bu önəmli olan burada odur ki, yəni doğru cavablar nədir, nələr götürülməlidir, ona əsasən izah veririk. Yəni, bu mətnimizdə düşən suallardan biri budur ki, mətnə hansı başlıq verilsə daha doğru olar? Burada doğru variant olacaq A variantı. Bu səbəbdən ki, müəllimlər, yəqin ki, bizim mətnimizdə Leyden bankası adı daha çox keçibdir. Ancaq digər məlumatlar haqqında sadəcə olaraq 1-2 dəfə nəzər yetirilibdir. Daha çox Leyden bankasından söhbət getdiyi üçün həmin mətnin adı olub Leyden bankası. Digər mətnimizə baxırıq. Deməli, digər mətnimiz Şuşa vələsi haqqındadır. Şuşa vələsi nadir bitkilərdən biridir. Ona həm də Laçında, Ağdamda da rast gəlmək olar. Alçaq boylu olan bu ağacın budaqları qonur rəngdə çiçəklər açır. Nəsli tükənmək üzrə olan bu ağac qırmızı kitaba düşmüşdür. Müəllimlər, texniki yanlışlıqlara görə üzr istəyirəm bu başdan. Yəni ki, ola bilər ki, texniki yanlışlıqlar olsun. Tələm-tələsik halda əldə edilmiş bir mətndir və suallar elə tələm-tələsik əldə edilir və qeyd olunub. Üzərində də izah verilir. Deməli, müəllimlər, bu mətnin ətrafında düşən sual necədir? Mətndə hansı fikir doğrudur? Əsasən deyir hündür olur, amma burada qeyd edilir ki, alçaq boylu olan bu ağac. Deməli, buradan belə bir nəticəyə gəlir ki, həmin ağacın boyu alçaq olur. Yəni, A variantı yanlışdır. Budaqları qonur rənglidir. Baxın, bu fikir doğrudur, çünki qonur rəngli budaqları, qonur rəngli çiçəklər açır. Yəni, ola bilər ki, çiçəkləri olmasın, budaqları qonur rənglidir. Belə bir məqam da ola bilər, çünki həmin mətndə doğru variant budaqlarının qonur rəngli olması imiş. O səbəbdən də elə həqiqətən də mətndə təsdiqlənir. Yalnız Şuşada rast gəlmək olur, amma baxın, bu variantlar elə hansı ki imtihanda da düşmüşdür. Bizə verilən məlumatlara görə onun əsasında biz təsdiqləyirik bunu. Ancaq digər əlavə necə deyim, cavablar bərpa etməmişik. Sadəcə olaraq nə varsa əlimizdə onunla necə deyim, onun üzərində izah verməyə çalışmışıq. Yalnız Şuşada rast gəlmək olar deyir, amma fikir yanlışdır. O səbəbdən ki, deyir ki, Laçında da, Ağdamda da rast gəlmək olar həmin ağacın tipinə. Deməli, müəllimlər, mətnlər üzərində əsasən suallar bu cürdür. Və qeyd edeyim ki, müəllimlər, bizim ödənişli dərslərimizdə var, hansı ki, siz bizim ödənişli dərslərimizə qoşulmaqla da dərslərimizdən yararlana bilərsiniz. Əgər dərslərimizə qoşulmaq istəyirsinizsə, o zaman 070 545 03 63 nömrəsi ilə əlaqə saxlayıb bizim dərslərimizə, yəni ödənişli dərslərimizə qoşula bilərsiniz. Dərslər həm mən Güneylərə Sunzadə, həm də Rübabə İmanova tərəfindən keçirilir. Dərslərimiz qarışıqlı şəkildə keçirilir. Bu da sizin üçün bir avantajdır. O səbəbdən ki, 2 fərqli metodda, 2 müxtəlif müəllimin izahı ilə eyni mövzunu daha dərindən anlamış olacaqsınız. Müəllimlər, bugünlük izahım bu qədər. Hələlik. Videomuzu bəyənməyə, paylaşmağı unutmayın və bəyənin ki, digərlərinin də qarşısına çıxsın və videomuzdan yararlanmış olsunlar. Təşəkkür edirəm.